انطقنا بالهدى و الهمنا التقوا. Deyildi ki, əgər bir adamın boynunda vacib qusl olsa, qusl cənabət ola, qusl heyz ola, qusl nifas ola, sübh əzanından qabaq gərək bu qusl eləyə ta bunun orucu düz ola Mah-i Ramazanda, Ramazan ayında. Əzandan qabaq gərək bunun quslu qurtula və əgər əmdən qusl eləməsə, o oruç batildir. Əmdən qusl eləməyə sübh əzan vaxtında quslusuz ola, quslu boynunda ola, onun orucu batildir. Amma əgər bir adamın boynunda quslu var idi, yadından çıxdı bu quslu cənabət əncam versin. Ürəyinə qoymuşdur ki, inşallah qusl eləyəcəm. Yadından çıxdı. Günüz yadına düşdü ki, mən gərək qusl eləyəydim, quslusuz qalmışam. O günün orucu düzdür. Əgər gəldik, bir gün dəyirdi. Neçə gün dalbad, məsələn, 4 gün, 5 gün bundan qabaq gərək qusl eləyəydi, başı qarışıb dünyaya, yadından çıxıb, qəflət eləyib, 5 gün, 3 gün, 10 gün öcür oruç tutubdur. O oruçları gərək qəza eləyə. Əgər bir gün yadından çıxmışdı, haman gündə yadına düşdü, o oruç düzdür. O günün orucu düzdür. Amma əgər qusl yadından çıxa, neçə gün öcür oruç tuta, onda o günləri gərək qəza eləyə. Xub. Bir bəhs var bizim ayat-ı Qur'anda da buna işarə olub, hədislərimizdə də buna işarə olub, dualarımızda da buna işarə var və həyatımızın yapın mühüm məsələlərindəndir. Bu, aqibət be xeyrilik məsələsidir. İnsan necə olar ki, aqibəti xeyr ola, iman ilə bu aləmin dəyişə, dünyasını dəyişə. İmanı belə olmaya ki, elə can, məzrət istəyirəm, can ağzından çıxanda imanını da qoya bu dünyada dünyasını dəyişə. Çox böyük də xətərdir. Dualarımızda da var, hədislərimizdə var. Duada var ki, Xudaya məni müstəillərdən qərar vermə. Müstəil, yəni o ki, imanı bir rozdur. İmanı devamlı deyir. İmanı boş imandır. İmanın ahirete çatdıranmır. Dualarda var, Xudaya mənim imanımı o imanlardan qərar vermə ki, ariyədir, bir rozdur. Ya zahirən yadıma gələn duayı Məkarimul Əxlaq İmam-ı Səccaddadır ki, buyurur, mənim imanımı əkməl iman, yap o kamil imanlardan qərar ver mənim imanımı. Bazı dualarımızda var, bəzilər imamlardan soruşurlar, ağa biz neyniyək? İmanımızı öləndə şeytan əlimizdən almasın. Bəzi tövsiyələr edirlər. Az cümlə məsələn, sifariş olunub, duayı ədili oxunsun. Hala işarə olunar. Bir hədisdir, Əmir-əl-Müminin əleyhissalam, Əbi Abdillahül-Hüseyn əleyhissalama buyurur. Buyurur, ey bunayyə, yəni mənim balam, İmam Hüseynə xitab edir. La tu'yis muznibən fəkəm min akifin əla zənbihi xutimə ləhu bi xeyr. Buyurur, balam,
Əbi Abdullah, heç günahkarı Allah rəhmətindən məyus eləmə. Heç günahkarı Allah rəhmətindən məyus eləmə. Ey bəsa günahkarlar ki, aqibət be xeyr olublar. Atiyələri xeyr olub, gələcəkləri xeyr olub. Çönüblər, bunlar şərif insanlar olublar, yaxşı möminlər olublar. Və kəm min muqbilin alə amalin mufsidin fi axir umrihi sairin ilən nar nəuzu billah minha. Və bunun da qabağında bir paralar var. İndi baxsan görürsən, ömrünün çox qismətində, ömrünün çoxunda yaxşı adamıdır bu. İmanlı idi, salih əməllər əncam verirdi, namazın qılırdı, orucun tuturdu, amma ömrünün axirlərində xərablayıbdı. Mufsidun fi axir umr. Ömrünün axirində işin xərablayıbdı. Sairin ilən nar. Axir əmri gedib ota tərəf. Yolun çöndərib, cənnət yolundan yolun çöndərib cəhənnəmə tərəf. Nəuzu billah minha. Bu da az deyir ha. İslam tarixində də vardı. Peyğəmbər İslamın baxın bir para əshabına, Təlhə, Zübeyr, onlardan suvayı Peyğəmbər İslamdan sonra nə zülmülər eləmədilər? Nə zülmülər elədilər? Hədislərdə var, Surə-i Tövbənin ayatına bax. Bəzi hədislərdə var ki, qiyamət günü bəzi bu sahabını çəkərlər otağa. Bəzi nəqllərdə var ki, Rasulullah, Peyğəmbərimiz Xudaya bunlar mənim əshabımıdır. Kitab gələr ki, sən bilmirsən səndən sonra bunlar neynədilər sənin dinində. Əlinin vilayət, bunu özüm deyirəm, o kitabda yoxdur. Əlinin vilayətində neynədilər? Zəhraya neynədilər? Beytul Vəhyə necə oturdular? Əyimməni Əlini necə xanənin işində və ayrılar və ayrılar və ayrılar. Kitab gələr, sən bilmirsən, bunlar səndən sonra neynədilər? Buna görə həmişə gərək xovda olaq, qorxuda olaq ki, Xudaya, olmaya bizim aqibətimiz şərr ola. Allahdan da istəyək, inşallah gələcəkdə görəcəksiniz. Qədr gecələrinin mühüm ya əhəmmiyyətli dualarından Allahdan qeym iman istəməkdir. Ya o mühüm dualardır. Dünya adamın ola. Amma adam aqibət və xeyr olmaya nə faydası var? Azdır bu dünyanın ömrü, çox azdır, müddəti çox azdır. Bir cərəyan nəql eləyim Əmirəl-Mömininin həyatından. Öz həyatımızda da görürük da biz. Tarixi İslamda baxın bir. Şimr vardı bir zaman Əli ləşkərində idi. Təlhə və Zübeyr ərzdən bozur Peyğəmbər İslamın mühüm sahabisindən idi. Və ayrılar. Əgər elə bir əzan yaxınlaşdı bəli. Xob. Əmirəl-Möminin həyatında bir və bərəksi də var ha. Hürr kim idi? Hardan hara gəldi Hürr? O Füzeyl kimidir? Beşrahafi kimidir? Və öz həyatımızda da var da, öz həyatımızda da bəzilər var ki, qolaylıqlardan hicrət eləyiblər, çöçüblər yaxçılığa, aqibət və xeyr olublar. Və Xuday nəkərdə bəzilərdə bir ömür yaxçı işlər görüblər, yaxçı əməl eləyiblər, amma davam eləyənməyiblər ömürlərin axirlərinə kimi. Bir gün Əmirəl-Möminin Kufə məscidindən çıxdı, gedirdi evinə tərəf. İnşallah Allah hamımıza ruzi eləsin. Məscid-i Kufə, Məscid-i Səhlə, Hərəm-i Əmirəl-Möminin, Hərəm-i Əba Abdullah, Qəmərül-Əşirə, Həzrət Abbas, Hərəm-i Cavadeyn, Hərəm-i Kazımeyn və Hərəm-i İmam Rıza. Bütün əyimmənin inşallah ziyarətin hamımıza başda Rasulullahın, Həzrət-i Siddiqə-i Tahirənin inşallah, əimmə-i bəqinin ziyarətlərin hamımıza ruzi eləsin inşallah. Kumeyl ibn Ziyad-i Nəxəi. Kumeyl o şəxsiyyət etdi ki, haman duayı Kumeyli
bu Əmirəl-Möminindən bizə nəql eləyib çatdırıb. Haqqı var hamımızın boynumuzda. Qəbri də Nəcəfdədir. Bargahı var, qəbri var Kumeylin. Kumeyli deyir, mən Əmirəl-Möminin kənarında durdum, gedirdim, yetişdik bir evə, gördüm bu evdən elə Qur'an səsi gəlir. Elə Qur'an səsi gəlir. Mən keyf elədim bu Qur'an səsinə. Ləzzət apardım. Əmirəl-Möminin ehsas, mən dilimə bir zat gətirmədim ha. Dilimə bir zat gətirmədim, o Surə-i Züməri oxurdu. Bu ayəsi də budur. Əmmən huvə qanetun ana əl-leyli sacidən və qaimən yəhlərul axirə və yərcu rəhmətə Rabbi. Kumeyli, mən çox xoşuma gəldi bunun bu oxumağı. Ürəyimdə bunu çox dedim, əcəb Qur'an oxur, amma dilimə gətirmədim. Amma Əmirəl-Möminin mütəvəccüh oldu mənim o vəzimə və ürəyimdə soğulan mətləbə. Əmirəl-Möminin çöndü mənə dedi, Kumeyl, bunun bu Qur'an oxumağı, bunun bu tilavəti səni allatmasın ha, səni toğlamasın ha, sən mucibi o bəyəm ecabın olmasın ha. Bu Qur'anı oxuyan cəhənnəm əhlidir. Ki, mən təəccüb elədim. Təəccübüm daha çoxaldı. İki zatdan. Bir budur ki, Əmirəl-Möminin mənim ürəyimdən xəbər verdi. Mən Əmirəl-Mömində bir söz demədim ki. Əli mənim ürəyimdən xəbər verdi. Bir də bu ki, bu belə Qur'an oxuyan cəhənnəm əhli ola bilər. Zaman soğuldu. Zəngi Nəhravan gəldi. Nəhravan zəngində düşmənin ölənləri düşmüşdülər. Əmirəl-Möminin qədəm vururdu. Kumeyl Ərzənbozur yine Əmirəl-Möminin yaxınlığındaydı, kənarındaydı. O Nəhravan əhli ki, Qur'an həmailələrdilər. Hafiz Qur'an idılar. Vəli Qur'an-ı mücəssəm Əmirəl-Mömininə iman və etiqad tapmadılar. Qur'an-ı mücəssəmin sözünə baxmadılar. Zamanların imamın və vəlisin tanımadılar. Xob, Kumeyl deyir ki, dolanırdı Əmirəl-Möminin, bu xəvaricin cəryanı o Nəhravanda gəldi qabağa, məntəqəyi Nəhravanda, hamın zəngi Nəhravanda deyərlər. Həzrət elə keçirdi, Ərzənbozur, Əmirəl-Möminin o neyzəsinin ucun qoydu bir nəfərin başına, bu ölənlərin birinin başına. Fəbəzə rə'sə seyf şəmşirinin ucun qoydu bir ölənlərin birinin başına. O haman buyurdu, qalə ya Kumeyl, əmmən huvə qanetun ana əl-leyl. Bu haman o Qur'an oxuyandı ha. Bu haman o Qur'an oxuyandı ki, o gün orada Qur'an oxumağı səni təəccübə gətdi, səni ücübə gətdi. Baxın, bu Qur'an oxuyan aqibət bu olur. Amma hür aqibəti o olur. Və onlar nümunədə həm tarixdə vardı, həm öz həyatımıza baxsaq vardı. Bu anda əraizimiz kafidir. Mühüm bəhsi budur. Neyniyək, nə işlər görək ki, inşallah aqibətimiz xeyr olsun. Bu bəhsdəki mətrəh elədim. Çünki Ramazan ayı Allahdan elə çox istəmək ayıdır, təzərrü ayıdır, yalvarmaq ayıdır ki, amandır. Allah əlimizdən yapışsın inşallah, hamımız aqibət bi xeyr olaq. Allah İmam-ı Zaman aleyhisselamın zuhurun yaxın elə. O büzürgüvarın qəlbin bizlərdən razı elə. Xudaya ibadətlərimizi, naqabil ibadətlərimizi, nə ibadət? Xob. Yaxçı bəndələri və xatir, İmam-ı Zaman orucuna və namazına xatir və bizim də bu naqabil ibadətlərimizi qəbul elə. Şəhədamız, uləmamız, boynumuzda haqq olanlar, cəmi hazirin ənbati və atanaları, İmam-ı şəhəda, şəhədai müqavimət, qəriq rəhmət elə. Və sallallahu aleyhi Muhammed və alihi və bil-Fatihə.